Hər kəs bu dünyada bir parça sudan formalaşıb doğulur. Bu bədənin, gözlərimizin rəngindən tutmuş burnumuzun formasına qədər özünə məxsus xüsusiyyətləri var. Bədənimizin bu müxtəlifliyi ilə özümüzü təsvir edirik. Bunların ən ayırt edici və sirli olanlarından biri də doğuş zamanı tez-tez rast gəlinən dəri pigmentasiyasının unikal ləkələri olan doğum ləkələridir. Hər nə qədər bu ləkələr səthi görünsə də, dərialtı gizli izlər onun haqqında çox şey deyir. Reinkarnasiya sahəsində araşdırma aparanlar bu doğum ləkələrinin keçmiş həyatla bağlı ciddi dəlillər ortaya qoyduğuna və ruhun ağlı olduğuna dəlalət etdiyinə inanır. Ruhun ağlı fiziki bədəndən ayrıdır. Buna baxmayaraq, ləkələrin görünüşləri daha sonra növbəti inkarnasiyaya həkk olunmuş halda məlumatları yüklənərək daşıyan ruhun ağlı ilə əlaqələndirilir. Əksər hallarda bu, fiziki travma kimi doğum ləkələrinin meydana gəlməsinə səbəb olur ki, bu da keçmiş həyat təcrübələrindən qalan xatirələrdir. Bu qəddar bir nəzəriyyə deyil, faktiki olaraq reinkarnasiya ləkələrini dəstəkləyən bir dəlildir. Bununla bağlı yeni informasiyalar epigenetika, kvant fizikası və şuur araşdırmaları kimi müxtəlif elmi araşdırma sahələrindən toplanır. Bütün bunlar hamının enerji olaraq mövcud olduğunu və bu enerjinin hətta öldükdən sonra da yaşamağa davam etdiyini irəli sürür. Nəhayətdə, bu termodinamikanın ilk qanununda yaxud da enerjinin saxlanma qanununda deyilən şey deyilmi? Qanunda deyilir ki, enerji nə yaradıla, nə də məhv edilə bilər. O, sadəcə bir formadan başqa bir formaya çevrilə bilər. Doktor Ian Stevenson 40 il boyunca reinkarnasiya və biologiya arasında əlaqəni araşdırıb. Doktor Stevenson kəşf etdi ki, keçmiş həyatında faciəvi şəkildə öldüyünü xatırlayan uşaqlar adətən travma aldıqları hissələrində ləkələrlə doğulurlar. O, uşaqlardakı doğuş ləkələrini onların özləri, yəni keçmiş inkarnasiyaları olduqlarını iddia etdikləri şəxslərin otopsi protokollarındakı yaralarla tutuşturduqda tapdığı şey heyrət verici idi. Faktların 80%-i mərhumun ölümcül yarası ilə uşağın hazırki doğuş ləkəsi arasında korrelyasiyanı göstərirdi. Hindistanda Maha Rom adlı bir cavan uşaq bunun bir örnəyidir. Rom, bundan əvvəlki həyatında ov tüfəngi ilə yaxından açılan atəşlə öldürüldüyünü xatırlaya bilirdi. Romun xatırlaması o qədər dəqiq idi ki, Stevenson onun verdiyi təsvir ilə demək olar ki, tamamilə uyğun gələn otopsi protokolunu tapmağı bacardı. Romun sinəsindəki doğum ləkələrinin yeri öz keçmiş həyatı olduğunu iddia etdiyi şəxsin güllə yarasının yerinə dəqiqliklə uyğun gəlir. Bunun kimi travmatik hallardan birində Orta Şərqdə 12 yaşlı uşaq boğazında halqa formasında olan yara izi ilə doğulub. Bu oğlan iki əmisinin onun mirasını əldə etmək üçün başını kəsdiyini xatırlayır. Digər bir halda isə Türkiyədə bir uşağın sağ qulağı doğuşdan eybəcər şəkildə olub. Bu uşaq baş nahiyəsinin həmən hissəsindən yaxın məsafədən güllələnərək öldürüldüyünü xatırlayırdı. Odur ki, başqa cür açıqlana bilməyən bu doğum ləkələrinin keçmiş həyatlardan bəzi əyani ipucları verdiyini demək daha məntiqlidir. Bəzən də keçmiş özünü hisslərlə büruzə verir. Heç olubmu ki, bir gün hər şey öz qaydasında gedərkən birdən-birə qəribə bir hissə qapılmısan? O qədər tanış bir hiss ki, tüklərini ürpərdib. Hiss etmisən ki, sanki sən bundan əvvəl burada olmusan. Eynən bu anı bundan əvvəl yaşamısan, amma nə vaxt olduğunu yaxşı xatırlaya bilmirsən. Həyatımızın bəzi anlarında dejavu deyilən bu fenomeni çoxumuz yaşayırıq.
Bəs bu nə anlama gəlir? Bu hiss bizə nə demək istəyir? Və daha önəmlisi, heç bunlara diqqət edirikmi? Dejavunun tam olaraq necə işlədiyi müəmma olaraq qalır. Bu, əsasən onun qısa davam edən və gözlənilməz xüsusiyyətindən dolayıdır. Bu da onu araşdırmağı çətinləşdirir. Lakin elm adamları artıq bu tükürpədən və həyəcan verici hissə qapıldığın zaman beyində nə proses getdiyini açıqlayıblar. Uzun müddət inanılıb ki, dejavu hissi sadəcə beynin yanlış bir xatirə emal etməsidir. Lakin təsbitlər bizə tamam fərqli bir şey deyir. Bu fenomenin ilk beyin tədqiqatı aşkara çıxardı ki, bu hiss əslində beynimizin öz yaddaşını gözdən keçirməsinin əlamətidir. 2016-cı ildə Böyük Britaniyadakı City Andrews Universitetindən bir komanda dejavu halındakı beynin araşdırılmasına başladı. Baş mütəxəssis Akira O'Connor və komandası 21 könüllünün dejavu yaşadıkları zaman beyinlərini yoxlamadan keçirmək üçün funksional maqnetik rezonans görüntülənməsindən istifadə etdilər. Ola bilər kimsə beynin yaddaşını əhatə edən hipokampus kimi hisslərinin dejavu təcrübəsi zamanı aktiv olduğunu düşünsün. Lakin bu belə deyil. Akons komandası kəşf etdi ki, əksinə, beynin qərar qəbul etmə prosesini icra edən ön hissələri aktivləşir. Komanda demək olar ki, yaddaşımızın hamısını gözdən keçirərək və hər hansı bir yaddaş pozuntusu, yəni həqiqətən təcrübə etməyimiz və təcrübə etdiyimizi zənn etməyimiz arasında anlaşılmazlıq olub-olmadığını yoxlamaq üçün siqnallar göndərərək beynin ön hissəsində prosesi sonlandırdı. Belə ki, əgər dejavu yaşayırsınızsa, əmin olun ki, onu əvvəllər təcrübə etmisiniz, lakin bəlkə də bu fiziki aləmdə deyil. Bəzən yaddaş yuxuda yaşadığın bir təcrübə ilə dürtülür. Bəzən də bu ruhdur ki, əvvəlki reinkarnasiyasından olan təcrübəsini yenidən xatırlayır. Xatirələr ruhun önəmli səyahət xəritəsidir. Bir çox hallarda bu bir həyatı digəri ilə əlaqələndirən qəti dəlildir. Həyata gələn kimi insanın ağlı fəaliyyətə başlayır. Faktiki olaraq reinkarnasiyanın ən inkar olunmaz dəlillərindən biri birbaşa uşaqların ağzından çıxır. Bəzən uşaqlar elə şeylər haqqında danışır ki, izah edilməsi mümkün olmur. Bəlkə də bir uşaq yetkinlik vaxtından və ya heç olmadığı hər hansısa bir yerdə yaşamağından danışır. Bəzən uşaqlar bir şey haqqında elə şok edici dəqiqliklə təfərrüatlara girirlər ki, normalda onların bunları bilə bilmələri mümkün deyil. Bu uşaqlardan biri James Lainger'dir. Hər şey onların azyaşlı övladlarının gecənin bir yarısında kabus görərək oyanması ilə başladı. O, İkinci Dünya müharibəsində qəzaya uğramış 2 pilotun hekayəsini nəql etməyə başladı. Onun valideynləri o hekayələri ona heç vaxt danışmamışdılar. Doğrusu onlar düşünür ki, o bu şeyləri əvvəlki həyatında yaşayıb. Leininger ailəsi övladları Jamesin hekayəsini bizlərlə paylaşdı. Axirət həyatı və Jamesin hekayəsi haqqında bilmədiyimiz şeylər barədə bizləri aydınlatmaq məqsədi ilə yazılmış bütün dünyanın marağına səbəb olan Sağ qalan ruh adlı kitab o qədər məşhurlaşdı ki, 10 dilə tərcümə edildi. Və orada Jamesin çəkdiyi şəkillər var idi ki, tarixi bir həqiqətə işarət edirdi. Doğrudur, əlimizdə yayınlayacağımız bəzi şəkillər var. Bəs siz onları doğru şəkildə necə əlaqələndirirdiniz? Bu barədə insanlara biraz məlumat verərdiniz.
Şəkilləri çəkməyə başlaması ilk ipucumuz idi. Bu demək olar ki, patoloji bir proses idi. O, təyyarələri və gəmiləri çəkirdi. Sanki döyüşdə iştirak edirdi. Atəş açırdı, güllələyirdi. Daha sonra şəkillərini James 3 yazaraq imzalamağa başladı. Və onun cəmi 3 yaşı var idi. O heç öz adını necə yazacağını belə bilmirdi. Və insanlar bunu nəzərdən qaçırırlar ki, 3 yaşında olanda sən adını necə yazacağını bilmirsən. James, Amerikanın Louisiana ştatında yaşayan xristian bir ailənin övladıdır. O, uşaqlıqda oyuncaq təyyarələrini çox sevirdi. Lakin 2 yaşlarında o, təyyarə qəzasına uğraması ilə bağlı kabuslar görməyə başladı. Bəzən 4-5 dəfə gecənin bir yarısı qışqıraraq yuxudan uyanır. Sonra da gündüzləri təyyarə qəzasından danışır və pilot olduğunu və botdan yıxıldığını deyirdi. Atası ondan botun adını soruşanda James Natoma deyə cavablayırdı. O, Yaponlar tərəfindən vurulduğunu, Iwoshima adlı botda öldürüldüyünü və botda Cenk Larson adlı bir dostunun da olduğunu xatırlayırdı. Məlum olur ki, həqiqətən də USS Natoma Bay adlı bir təyyarə gəmisi mövcud olub. Bu, 2-ci Dünya müharibəsində Sakit Okeandakı bir dayanacaq idi. Faktiki olaraq Iwoshima da ora bağlı idi və orada James Houston adlı gənc pilotunu itirdi. James Houston'un təyyarəsi eynilə James Leininger'in təsvir etdiyi formada qəzaya uğramışdı. Onun motoru zədə alaraq alovlar içində suya düşdü və sürətlə batdı. Qəza zamanı təyyarədə onun yanındakı pilotun adı Jack Larson idi. Şübhə edənlər deyə bilərlər ki, bəlkə elə uşaq bu hekayəni Jack'in ailə üzvlərindən eşidib və ya uşağın beyni təmiz olduğundan televizorda bu haqda sənədli film yayınlandığı zaman şuuraltısına hopub. Cavab xeyirdir. James məlumdur ki, tanınmış bir şəxs olmayıb. Əslində onun hekayəsi elə müəmmalı idi ki, bu məlumatların izinə düşmək atasının 3-4 ilini aldı. Bunun yeganə mümkün izahı var. O da budur ki, James Leininger, James Houston'un reinkarnasiyasıdır. Bu kimi hekayələr az deyil. Əslində bunun kimi çoxlu sayda hallar mövcuddur. Lakin hər uşaq öz keçmiş həyatından aydın xatirələr daşımır. 2 yaşa qədər uşaqlar özlərinin bütün reinkarnasiyalarını yada sala bilirlər. Sözün həqiqi mənasında körpələr açıq fikirlə dünyaya gəlirlər. Hər körpənin başının üst hissəsində kəllə sümüyünün qorunmadığı incə bir yer var. Ona fontanelin yumuşaq nöqtəsi də deyilir. Beynin üstündə yerləşən bu açıq hissə ağlın keçmişi xatırlamasına imkan verir. Halbuki uşaqlar yaddaşlarını əlaqələndirəcək qədər yetərincə böyüdükləri və kəllə sümükləri birləşdiyi yaşlarda onlarda tədricən yoxa çıxır. Bədən bir mənada ruhu üstələyir. Ego, yəni insan bədəni ruhun örtüyüdür və tez-tez ruhun özünü unutmasına səbəb olur. Heç 2 güzgü arasında dayandığınız olubmu? Əgər onlar arasında doğru nöqtədə dayana bilsəniz, görünüşdə sonsuz sayda otaqlara və öz sürətlərinizə baxa bilərsiniz. Lakin bu sürət hürküdücü şəkildə real görünməyə başladığı zaman əslində bunun sadəcə illüziyadan ibarət olduğunu görürsünüz. Daha çox bizim bu fiziki aləmdə təcrübə etdiyimizi düşündüyümüz hər şey kimi. Yaşadığımız bu aləm bizdə güclü şəkildə gerçəklik hissi oyadır. Sanki sərt bir şey həqiqətən də sərt, rənglər isə həqiqi rənglərdir. Halbuki artıq çox yaxşı bilirik ki, sərt əşya 99,9% boş sahədən ibarətdir.
və rənglər sadəcə və sadəcə fotonlar adlanan elektromaqnit enerjinin kiçik həcmli vibrasiyalarıdır. Fotonlar kimyəvi reaksiyaya girərək bizim retinamıza daxil olur və reallığın toplandığı beynimizə ötürülməsi üçün onu elektrokimyəvi məlumata çevirir. Hətta başdan ayağa keçici düşüncələrimizdən, ideya və inanclarımızdan düzəldilmiş mədəniyyətimiz hardasa real görünür. Bu sərt hüdudlar içində yaşadığımız həqiqətin membranını, yəni həm şəxsi, həm də ictimai şəkildə qutumuzu formalaşdırır. Onların ən yüksək uydurmaları da qoruyub saxlama yolu var. Bizim hamımızın özünə məxsus iki aspektimiz var. Limitli vaxt dilimində mövcud olan ego, yəni mən və zamandan kənar, qeybi aləmdə mövcud olan və sadəcə baş vermiş olanları deyil, baş verəcək olanları da bilən əbədi ruh. Ruh, bizim geniş mənada xəbərdar olmadığımız bir yolçu kimidir. O sanki bizi gözü bağlı idarə edir və bizim yüksək mənliyimiz bizə kömək etməyə və unutduğumuz reallığa qayıtmağımız üçün bizə yol göstərməyə çalışır ki, gözlərimizi açaq və bizi həqiqi məqsədimizə doğru aparan elmə yələnək. Heç öz-özündən soruşdunmu, niyə mən bu məxsusi bədəndə və məxsusi zamanda reinkarnasiya etmişəm? Bu sual özündə mühüm bir açar daşıyır. Çünki bu sadəcə tarixin hər hansı bir anı deyil. Bu, bütün insanlıq üçün çox önəmli bir andır və əsrlərdir ki, xəbəri verilmişdir. Qədim zamanlara söykənən əksər dinlər axır zamanda zülmət qüvvələrin yer üzündə nuru ələ keçirməyə təşəbbüs göstərdiyi zamanda yaxınlaşan bir hadisə barəsində xəbər veriblər. Biz o zamanda mı yaşayırıq? Əlamətlər açıq-aydın göstərir ki, elədir. Buddizmdə, Hinduizmdə, Taoizmdə, Yahudilikdə, Xristiyanlıqda və İslamda olan müqəddəs mətnlərin hamısında axır zamanda baş verəcək çoxlu sayda hadisələr haqqında bir-birinə bənzər xəbərlər vardır. Əlamətləri nəzərdən keçirdikdə onların əsasən bu günümüzdə mövcud olduğunu açıq-aşkar görürük. Axır zamanda təbii fəlakətlərin sayı artacağı deyilir. Xəbər başlıqlarında hər gün bunu görürük. Zəlzələlər, fırtınalar və qıtlıq da sürətlə artacaq. İnsanların çoxu batil müəllimlərin ardınca gedəcək. Təriqət qruplaşmalarında azğınlığın, aldatmacanın, okkultizmin gündən-günə necə də artdığını görürük. Və bir çox insan yeni çağ və yeni paqan dinlər olan bu qruplaşmaları seçib təqib edirlər. Təbii və ruhani aləmlərdəki əlamətlərlə yanaşı cəmiyyətdə də əlamətlər var. Bugün mövcud olan cəmiyyətdə azğın, əxlaqsızlığın özü elə insanlığın Allaha qarşı üsyanının əlamətidir. Abort, homoseksuallıq, narkomanlıq və uşaq təcavüzü Timoteya 13-cü pasajında da keçdiyi kimi cinayətkarların və saxtakarların bundan daha betər olacaqlarının dəlilidir. Müasir texnologiya inkişaf edənə qədər bəzi axır zaman əlamətlərinin gerçəkləşməsi imkansız görünürdü. 1000 il bundan əvvəl İmam Əli əleyhissalam axır zamanın gəlişinə işarə edən bir hadisənin xəbərini vermişdi. İmam əleyhissalam bu cür buyurmuşdur. Həqiqətən də atom dünyanı yandıracaq. Həmçinin o buyurmuşdur. Həqiqətən də zərrədən, yəni atomdan bir atəş olacaq. İmam Mehdinin zuhuruna qədər olan 200 əlamət kitabı, səhifə 180.
Bu bəyanat elə keçən əsrdə gerçəkləşdi. Vəhiy kitabında da keçdiyi kimi. Saxta Məsihin ticarəti canavarın möhrünü daşımağa məcbur edərək idarə edəcək deyilir. Və bugünün imkanları və çip texnologiyası sayəsində onu istifadə edəcəyi vasitələr ola bilsin ki, artıq buradadır. Faktiki olaraq saxta Məsihin bugün burada canlı olduğuna və günü-gündən çiçəkləndiyinə inanmaq üçün çox sayda səbəblər vardır. Səmavi dinlərə inananların hər biri saxta Məsihə qarşı xəbərdar edilmişdir. İslamda bu obraz Dəccal olaraq tanınır. Onun ortaya çıxışı yer üzündə zülmətin pik həddə olduğuna işarə edir. Həzrəti Muhammed əleyhissalam bu cür buyurur: Adəmin yaradılmasından qiyamət gününə qədər Məsih Dəccalın fitnəsindən daha böyük bir şey yoxdur. Qədim yazılarda və hədislərdə ona müxtəlif qeyri-adi xüsusiyyətlər istinad edilmişdir. O, nahaqdan Rəblik iddia edir, insanları özünə ibadətə və pərəstişə çağırır və onu Allaha şərik qoşsunlar deyə insanları məharətlə aldadır. Həzrəti Muhammed əleyhissalam buyurur: Sizi Dəccala qarşı xəbərdar edirəm. Elə bir peyğəmbər yoxdur ki, öz qövmünü ona qarşı xəbərdar etmiş olmasın. Lakin mən sizə onun barəsində elə bir şey deyəcəm ki, məndən əvvəl heç bir peyğəmbər öz qövmünə onu deməyib. Bilin ki, o tək gözlüdür. Allah isə tək gözlü deyil. Yahudilərə və xristiyanlara və həmçinin müsəlmanlara həmişə maraqlı olub ki, Məsih Dəccalın özəlliyi nədir? Bu nüfuzlu şər qüvvə bir insan formasında mı ortaya çıxacaq? Yoxsa o bir sistem, güclü bir gizli şəbəkə, hər şeyi ələ keçirib kölələşdirməyə çalışan bir mədəniyyət olaraq mı zahir olacaq? Ətrafımıza baxsaq, onun əlamətlərini hər yerdə, loqolarda, kino plakatlarında görə bilərik. O hətta jurnal üzlərinin bəzəyinə çevrilir. İnsanlar onu paltarlarında və ləl cəvahiratlarında daşıyır. Hətta Dəccalın tək gözü siz hər dollar əskinazınızı istifadə edəndə məhz sizə baxır. Yer üzündə milyardlarla insan Məsih Dəccalın zühurunu gözləyir. Halbuki onun artıq burada olduğundan hamısı xəbərsizdir və o, hamının həyatına gizlicə sızaraq təsir etmişdir. Məsih Dəccalın zühuru həmçinin İmam Mehdi əleyhissalamın zühurunun əlamətlərindən biridir. Bizlər rəcət, yəni qayıdış dövründə yaşayırıq. 1000 illərdir insanlar bu çağı, axır zamanı, çevriliş dövrünü gözləyiblər. O dövrdə ki, xeyir və şər qüvvələr epik bir müharibədə üz-üzə gələcək və Allahın səltənətini qorumaq üçün qurtarıcı zühur edəcək. Bir çox dinlərdə, xüsusilə də İslamda məlum məsələ olaraq bilinir ki, müəyyən ruhlar bu savaşda iştirak etmək üçün bu zamanda qayıdacaqlar. İslam rəvayətlərinə görə rəcət, yəni qayıdış, iki növ ruhlara şamildir. Ən yaxşı möminlər, ən şərli kafirlərlə birlikdə hesablaşmağa qayıdacaqlar. Niyə tarixin bu xüsusi zaman dilimində yaşamaqdasan? Bu sualın cavabı ola bilsin ruhun müqəddəratında yatır. Nəbilər, rəsullar və salih kəslər hamısı bu zamanda yer üzünə geri qayıdıblar ki, insanlığın qurtarıcısına dəstək olsunlar.
pak ruhların yenidən həyata döndüyü kimi, zülmətin ordusu da öz yaramaz ağaları olan Dəccal ilə birlikdə geri dönüblər. Xeyirlə şər arasındakı böyük döyüş həqiqətən də başlamışdır.